Ya Rəbb, sən öyrədirsən. Müqəddəs yazılarını oxuduqca biz sənin o gözəlliyini, sənin bizə öyrətdiyin səliqəni, nizamı, hər bir vəziyyəti biz görürük, ya Rəbb. Bağışla bizi, ata, keç bizim günahlarımızdan ki, bəzən biz həqiqətən çox məsuliyyətsiz oluruq. Sənə dua etmədən bəzi işlərə qatılaşırıq, ata. Dua edirəm, sənin qarşıva gəlirəm. Deyirəm, ya Rəbb, bağışla. Bağışla ki, ata, biz, ata, hər zaman hər şeydə sənin müdrikliğində hərəkət edək. İstər iş həyatımızda, istər ailə münasibətlərimizdə, istər qonşumuzda, istər qohumlar arasında, hər zaman və hər zaman sənin sözünə riayət edək. Sənin sözündə hərəkət edək. Davranışlarımız sənin, hər bir vəziyyətin altında olsun deyə dua edirəm. Xeyirda ver bizə, ata. Sənin qoy hikmətin, qoy bizi idarə etsin, ya Rəbb. İsa Məsihin ismi ilə. Sən yer üzərində, ata, bir insan kimi, 100% insan kimi yaşadın. Ancaq hər vəziyyətdə heç bir qüsur olmadı səndə. Və bu vəziyyətləri bir nümunə kimi bizə də göstərdin. Və göstərdin ki, siz necə yaşamalısınız, necə hərəkət etməlisiniz. Həqiqətən də bizim bütün yaşamımız, ata, sənə bağlı olarsa, biz həqiqətən də səhvlərə yol vermərik. Və heç bir vaxt biz o vəziyyətlərlə də üz-üzə qalmarıq, ata. Ya Rəbb, əgər sənə dua ediriksə, əgər məsuliyyətlisə, ya Rəbb, əgər sənin hikmətində yaşayırıqsa, sənin yollarınla gediriksə, sənin sözünə riayət ediriksə və heç bir vaxt, heç bir vəziyyət bizi idarə edə bilməz. İsa Məsihin ismi ilə. Ata, dua edirəm. Qoy, ata, sənin kəlamın dediyi kimi biz aldanmayaq. Biz hər zaman, ata, sənin sözünə biganə qalmayaq. Sənin sözünü, hikmətini hər şeydən üstün tutaq. Və səhvlər edəndə yenə də sənin qarşıva gələk. Və səhvlər edəndə yenə də deyə bilək, ya Rəbb, bağışla bizi. Keç bizim günahlarımızdan. Mən bu işi doğru şəkildə görmədim. Mən sənə layiqli bir övlad olmadım. Necə ki, o itmiş oğlu sən bizə bir nümunə göstərdin. Nə qədər vardı, dövlət vardı. Hamısını satdı, sovdu və gedib illərlə onun zövqünü yaşadı. Dünyanı yaşadı. Və haçan ki, o müflis oldu və yadına düşdü ki, bir ata var. Onu idarə edən bir qüvvə var. O geri qayıtdı, sənin qarşıva gəldi və tövbə etdi, ata, və sənə yalvardı. Məni bağışla. Qoy hər birimiz də həqiqətən itmiş bu dünyadan yenidən tövbə ruhuna gələ bilək. Heç bir vaxt dünyanın itkinliyində məhv olub getməyək. İsa Məsihin ismi ilə. Ata, dua edirəm, sən qarşıva gətirirəm. Sənin əllərinə verirəm, ya Rəbb, bütün bacı qardaşlarım içində də mən olmaqla. Hər birimizə qoy sənin müdrikliyin gəlsin. Qoy vəziyyətlərə baxmayaq. Vəziyyət o dərəcədə bəzən bizim qarşımıza çıxır ki, biz o vəziyyəti öz bildiyimiz kimi idarə edirik. Və biz sanki etdiyimiz işdən zövq alırıq. Ya Rəbb, biz mənfəət güdürük. Ancaq dua edib səndən istəyirəm, ya Rəbb. Sənin ruhun qoy bizi oxşasın. Sənin ruhun daimi sənin sözündə qalmağı bizə öyrətsin. İsa'nın ismi ilə. Biz ancaq belə çaylardan, arxlardan keçə bilərik. Belə dağlardan keçə bilərik, ya Rəbb. Sənə imanla yanaşmaqla, sənin sözünə riayət etməklə və tövbə ilə, bağışlanmanla, ata. Ya Rəbb, sən şükür olsun. İzzət olsun ki, ata, sən bizə mərhəmət edirsən. Mərhəməti əsirgəmirsən, ya Rəbb, bizim üzərimizdən. Dua edirəm, ata, sənin qarşıva gəlirəm. Ona görə də sən bizə öyrətdin ki, daimi dua edin. Durmadan dua edin. Durmadan edilən dualar. Sənin qarşında olan həyatımız, ya Rəbb, bizi dünyadan ayırsın. Biz dünyada işləyirik. Biz dünya ilə bir yerdə yaşayırıq. Ancaq bu demək deyil ki, biz dünyaya qoşulmalıyıq. Bizim həyat tərzimiz, ata, sənin verdiyin qayda qanunlarda olması lazım. Biz bunu bilirik, biz bunu anlayırıq. Ancaq bəzən anladığımız şəkildə biz yenə də insanların sözünü sənin sözündən daha çox üstün tuturuq. İnsanlardan qorxuruq, səndən qorxmuruq. İnsanların bizim haqqımızda necə düşünməyindən, ya Rəbb, biz çəkinirik, ancaq heç səndən çəkinmirik. Və bu da bizi, ata, daha böyük fəlakətlərə gətirib çıxardır. Yalvarıram sənə, ya Rəbb. Bütün bacı qardaşlarım üçün sənə yalvarıram. Seçilmiş övladlarım üçün sənə yalvarıram.
Səndən istəyib səndən diləyirəm ki, ata, axıt qüdrətini, axıt mərhəmətini, məhəbbətini. Qoy sənin ruhun elə oxşasın ki, qoy sənin ruhun elə bir bizə ata, ya Rəbb bir kəmər olsun ki, İsa'nın ismində, İsa'nın adında. Xeyir-dua ver ata. Sənin xeyir-duan boldur, məhəbbətin boldur. Əsrarəngiz sevgin var ya Rəbb. Bu sevgi içində biz yaşamaqdan başqa heç bir şey düşünməyək ya Rəbb. Sən bizi nə əsirgədin ki, biz dünyadan nəsə axtaraq. Dünyada nə var ki, biz oradan bir şey axtaraq. Hər bir xeyir-dua səndə deyilmi? Hər bir gözəllik səndə deyilmi? Hər bir nizam, səliqə səndə deyilmi? Sən nəyi əsirgədin bizim üçün? Sadəcə bir günahı. Günahı bizdən əsirgədin ya Rəbb, istədin ki, biz günah etməyək. Biz səhvlərdə yaşamayaq. Biz dünyanın fəlakətində, uçurumlarında qalmayaq. Ata, sən şükürlər olsun. İzzət olsun, qoy ata biz həqiqətdə bunu anlayaq, başa düşək. Biz istirapları özümüzü salmayaq. Biz tamamilə bu istiraplardan azad olaq. İsa Məsihin ismi ilə. Keç bizim günahlarımızdan. Ya Rəbb, o qədər hörmətlə yanaşsın ki, həqiqətən də anlaya bilsin ki, sən onları gözləyirsən. Bu duaya girmək üçün. Ya Rəbb, səndən istəyib səndən diləyirəm, ya Rəbb, xeyir-dua ver. Hər bir kəsə sənin xeyir-duan alsın. Hər bir kəsə qoy sənin gücün, qoy sənin qüdrətin alsın. Elə bir xeyir-dua gəlsin ki, ata, bu xeyir-dua elə belə xeyir-dua deyil. Bu xeyir-dua səndən gələn xeyir-duadır. Sən hər bir gözəlliyi bizə atırsan. Hər bir şeyi bizə verirsən, ata. Keç günahlarımızdan, ya Rəbb. Bağışla bizi, ya Rəbb. Dünyada olduğumuz üçün, dünyaya qarışdığımız üçün bizi bağışla. Dünyanı səndən üstün tutduğumuz üçün sən bizi bağışla, ya Rəbb. Yalvarıram sənə, ya Rəbb. Hər şeyi öyrətdin sən bizə. Bir şey də qalmadı ki, sən deyəsən ki, bunu sizdən əsirgədim. Hər şeyi sən bizə verdin. Vəd verdin, ata. Bütün xeyir-dualarını bizə tökdün, ya Rəbb. Axı dünyada nə var ki, biz o dünyadan onu axtara bilirik? Qeybətimi, sözümü? Ya Rəbb, nəyi axtarırıq, ya Rəbb? Axı biz illərlə onlarda yaşadıq. Ya Rəbb, ancaq yenə də ata, çəkinə bilmədiyimiz üçün səndən üzr diləyirik, ata. Ya Rəbb, bağışla bizi. Keç bizim günahlarımızdan, ya Rəbb. Sənin ruhunda böyümə gücü ver, sənin ruhunda gündən günə genişlənmə ver bizə, ata. Keç günahlarımızdan, ya Rəbb. Bağışla, ata. Bağışla, ya Rəbb. Qoy sənin qüdrətin o qədər üzərimizə axsın ki, məhəbbətin o qədər üzərimizə axsın ki, sənin sevgindən başqa heç bir şey axtarmayaq. Sənin sevgini hər şeydən üstün tuta bilək. İtmiş oğula bənzəməyək, ya Rəbb. Sənin layiqli övladların kimi sənin yanında oturan, dizinin dibində oturan övladın olaq. Sən qadirsən, ata. Bizi dəyişməyə, ya Rəbb. O Zəkkar ki vardı, ya Rəbb, o belə ağaca çıxdı. Sən keçəndə səninlə görüşmək üçün, səni görmək üçün, sənin o hikmətini almaq üçün, evinə səni dəvət etmək üçün, ya Rəbb. Sən heç bir şey sənin gözündən sapmır, ya Rəbb. Hər zaman hər şeyi görürsən. Sən ağacda o Zəkkarı gördün, ya Rəbb. Və, ya Rəbb, onunla bərabər, onun evinə girdin. Bu gün səndən xahiş edirəm, ya Rəbb. Ya Rəbb, o insan ki, hələ də iman etdi, ancaq səni öz evində görə bilmir. Səninlə yaşaya bilmir. Səninlə görüşə bilmir. Səninlə ünsiyyət edə bilmir. Dua edib səndən istəyirəm ki, ya Rəbb, bu gün o gün olsun, ya Rəbb. O gün olsun ki, sənin ruhun o evə girsin. Sən ata, səndən uzaq gəzən övladını görəsən və onu ata, onunla birlikdə yemək yeyəsən deyə dua edirəm. İsa'nın ismində, İsa'nın adında. Ata, sən qadirsən. Sən hər şeyə qadirsən, ya Rəbb. Bizi dəyişməyə qadirsən, bizi yeniləməyə qadirsən. Hər şeyi öyrətdin, ata. Biz haqq qazandırmırıq ki, özümüzə ki, biz həqiqətən də, ata, sənin öyrətdiklərini, sənin verdiklərini üzərimizdə tam bərpa edə bilmirik. Ancaq yenə sən yalvarırıq, çünki dəyişən sənsən, yeniləyən sənsən, ya Rəbb bizi. Bəzən olur ki, ata, biz həqiqətən də, ata, səndən çox-çox uzaqda yaşayırıq. Həyat tərzimizlə səndən uzaqlaşırıq, ya Rəbb. Yalvarıram sənə. Sən qarşıva gəlirəm və səndən istəyirəm, ya Rəbb. Qüdrətini, məhəbbətini, mərhəmətini axıd və bizi bütün bu bəlalardan azad et. Bütün bu çəkişmələrdən azad et, ata, bizi. Səninlə bir süfrəyə oturmaq üçün sən bizə
O qüdrəti ver, ya Rəbb. O gücü ver deyə sənə dua edirəm. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla. Halleluya. Sənə şükürlər olsun, ata. Sən kəlamın deyir ki, sənin qarşında huzurla dayana bilər. Həqiqətən bu sükut bizi səninlə birləşdirir. Ya Rəbb, qoy heç bir zaman insanlar nə edirsə onların hiləgərliyinə baxmayaq. Ya Rəbb, narahat olmayaq ki, o niyə belə edir? Biz gördüyümüz hər bir vəziyyət üçün duada qalaq. Ya Rəbb, özümüzü hirsləndirməyək, özümüzü stresə salmayaq. Hər bir vəziyyətdə dua edək. Bacı qardaşlarımız üçün, seçilmişlər üçün. Qoy onlar dəyişilsin. Qoy onlar həqiqətdə sənin o gözəlliyində yaşaya bilsin. İsa Məsihin ismi ilə. Ata, sən minnətdarıq. Sənə minnətdarıq hər bir şey üçün, ya Rəbb. Ata, sən hər şeyə qadirsən. Xeyir dua ver, ata. Xeyir duan göylərdən axın axsın. Məhəbbətin göylərdən axın axsın. İsa Məsihin ismi ilə. İsa'nın diri adıyla. Halleluya. Halleluya.